Bəqərə surəsi 106-cı ayəti, Nəhl surəsi 101 və 102-ci ayətlərlə bir yerdə əl almaq lazımdır. 106-nı oxuyan adam anlamaq istəyirsə də mütləqdir ki, onu izah edən ayəni birinci, yəni 101-102-yə baxmalıdır. O zaman Bəqərə 106 aşkar olur. Bəziləri ayə sözünü sadəcə Qur'anın içində, Quran kitabının içindəki bir ayətin üzərinə qoyurlar. Məsələn, deyək ki, Maliki Yevmiddin, bu bir ayət. Ayət sözü dəlil deməkdir. Bunu hərfə də işlədə bilər Allah Quranda. Əlif, lam, mim və ya da yəni Quranda huruful müqatta, buna da ayət deyə bilər. Ayət ümumi olaraq yəni insanı dəlil göstərə biləcəyi, dəlil olaraq göstərə biləcəyi hər bir şey ayədir. Ayət sözünün lüğəti mənasında dəlil deməkdir. Yaxşı, qardaş, Quranın içindəki bir ayətə ayət deyirsən, bu ayətləri öz içində cəm eləyən kitaba ayət deyə bilmirsən. Deyə bilərlər ki, Quranın harasında kitaba ayət deyib Allah. Nəhl surəsi 101 və 102-ci ayədə keçən ayət sözü kitabın içindəki bir ayətə yox, kitabın özünə ayət dediyini Allah ortaya qoyur. Buyurur ki, və izə bəddəlnə ayətən məkənə ayə, və biz bir ayətin məkanını bir ayətlə əvəz etdikdə, dəyişdikdə, yəni bir ayətin yerinə başqa bir ayəti bədəl etdikdə, Vallahu a'lamu bima yunazzilu, və bir halda ki də Allah nəyi nazil etdiyini, hansı şeyi nazil etdiyini daha yaxşı bilir. Qalu, deyərlər, innəmə əntə muftarin. Sən sadəcə və sadəcə bir iftiraçısan, özündən uydurursan. Bəl əksəruhum la ya'lamun. Əksinə, onların əksəriyyəti nədir? Bilmirlər deyir. İndi yaxşı, buradakı ayət sözünün Quran olduğunu hardan çıxardırıq? 102-ci ayətdən. Qul, deginən, nəzzələhu, və bu hu ədatı var, nəzzələhu, nəzzələ endi, nəzzələ endirdi o. Hu onu, nəyi, yəni o ayəni. Bunlar ki deyir, bir ayənin bir yerini bir ayənin dəyişəndə bunu sən özündən uydurmuşsan, onların əksəriyyəti Allah bilmir. Dalınca deyir, onlara denən, nə onu o nazil etdi. Yəni ayəti o nazil etdi. Nə olaraq? Ruhul Qudus min Rabbikə. Yəni sənin Rəbbindən qudus bir ruh olaraq onu o nazil etdi. Fikir versən, sənin Rəbbindən qudus bir ruh olaraq onu, yəni o ayəti özü nazil etdi. Onun özü nazil etdi, indirdi. Deməli, Ruhul Qudus kəlməsi deyildikdə bu kitabın bir adıdır. Quranın bir adı da Ruhul Qudusdur. Arındırıcı ruhdur. İnsanları şirkdən, günahdan arındırır. Deməli, bu bir ayətə nisbətdə götürülə bilməz. Bu bütün kitabı əhatə eləməlidir. Bilhaq, haqq olaraq özdə. Nədən ötürü? Liyusabbitəllezine əmənu. İman edənlərini sabitləşdirmək, möhkəmləşdirmək üçün, sarsılmaz etmək üçün və hudən və hidayətdir və buşra və müjdədir lil muslimin, müsəlmanlar üçün. Biz bu ayətdən başa düşürük ki, 101 və 102 ilə bir yerdə başa düşürük ki, deməli, Musanın Tövratını ayət olaraq götürənlərə İsa gəldikdə ki, siz o kitaba xəyanət etdiniz, təhrif etdiniz, indi Allah bu ayəti üzərindən haqqı bərqərar edir, kitabın orijinallığını bərqərar edir, onlar onu yalanladılar. Eynilə Nəbi Muhammed gəldikdə, Allahın salamı olsun bütün elçilərinə, onu da yalanladılar. Burada da ayətin yerini bir ayətlə dəyişdikdə, yəni ayət ayəti nəsx edir deyəndə, bir kitab gəldikdə, onu təhrif olunsa, yeni bir kitab gəlişi ilə o kitabı nəsx edir və bu nəsxin nətər olduğunu Allah Bəqərə 106-da bizə başa salır. Yəni demək istəyir ki, nəsxdən məqsəd orada olan doğruları bu kitaba nüsxə eləyirik, əyriləri isə ləğv eləyirik, yəni gətirməyərək ləğvinə qərar verir. Və bir də həmən devrə əsasən olan ayətləri neynir Allah? Xeyirli olaraq ora qoyur. Yəni o kitabda olanın mislini gətirir, qoyur bura, eynisini, orijinal nə varsa onun mislini bura qoyur. Və bir də olmayan, ləğv olunubdur, təhrif olunubdur, onun əsl formasını və bir də həmən zamanda baş verən hadisələrə uyğun ayətlərini də qoyur, xeyirli olaraq tamamlamış olur.
Tamam. İndi baxaq ayətə. Görək nə deyir. Nasix və mənsuğu necə açıqlayır? Deməli, ayət nasix və mənsuq məsələsi deyəndə bunu bir kitabın, yəni orijinal son kitabın içində ləğv edilmiş ayə düşünməsi çox absurd bir fikirdir, çox yanlış bir şeydir. Kitabdan kitabı, yəni ayəti nəsx edir deyəndə kitabı nəsx edir mənasını götürəcəyik. Və Bəqərə 106-cı ayəti Allah belə açıqlayır. Mə nənsəx min ayətin. Biz nəsx etmərik bir ayəni. Av nunsihə və ya da unutturmarıq. Nə'ti bi xeyrin minha. Gətirərik ondan xeyirlisini. Av mislihə və ya onun mislini. Fikir verdiniz. İndi bəziləri bunu burada mənənsəx kəlməsində mə ədatını o şey olaraq da götürür. Deyir ki, yaxşı, bir dəfə də elə oxuyaq. O şey ki, biz nəsx edirik bir ayədən və ya nunsihə və ya unutdururuq. Fikir verdin? Bəyək unutturmuruq dedik, indi tərsini oxuyuruq. Əgər ayətdən bir şeyi nəsx etsək və ya unutdursaq, fikir ver, ləğv eləsək və ya unutdursaq, ayət sözü hara gedəcək? Quranın içinə? Yox. Quranı bütövlükdə ayət olaraq götürəndə məntiq oturur yerinə. Biz ayətdən, yəni hansısa bir ayət qərar verdiyimiz Allahın ayətullahı olan bir kitabı nəsx etsək və ya unutdursaq, Tövratı unutturdu İncillə, İncili unutturur Quranla. Anladınız nə demək istəyirəm? Unutdursaq və ya nəsx eləsək, ləğv eləsək, nə'ti bi xeyrin minha, gətirərik ondan xeyirlisini, av mislihə və ya onun mislini. Burada nə deməkdir? Ondan xeyirlisi orada olmayanlardır ki, təhrif olunubdumu və yaxud da ki, ümumiyyətcə olmayıb, indi gəlir. Ehtiyac duyulur, şəraitə görə yeni məsələlər qoyulur ortalığa. İsa'nın devrində baş verən hadisələr, məsələn, Musa'nın devrində baş verməyib, onu da əlavə edir elə bil. Və onun mislini. Deməli bir kitab ki, məsələn, Quran-ı Kərimdə bir ayət ki keçib, baxırıq görürük ki, Allahın məsələn, Allahdan başqa ilahın olmaması əvvəl, məsələn, İbrahimin deyək səhifələrində olub, sonra Musa'nın səhifələrində olur, sonra İsa'nın səhifələrində olur, sonra Quranda olur. Bu nədir? Mislidir. Biri də var ki, o kitabların heç birində yoxdur, Quranda var. Aydındır, bu oldu nədir? Minha xeyrun. Ondan xeyirlisi. Ələm tə'ləm ənəllaha. Bilmirsinizmi ki, həqiqətən Allah bilir. Alə kulli şeyin. Yox, bilmirsinizmi ki, həqiqətən Allah hər bir şey üzərində ölçü qoyandır. Buradan da başa düşürük ki, ayət ondan ötürü gəlir ki, hər şeyin qədərini, dəyərini, qiymətini bizə neynəsin? Bəlli eləsin. Kafirin qiyməti nədir? Müminin qiyməti, dəyəri nədir? Münafiqin qiyməti, dəyəri nədir? Mükafatı nədir? Cəzası nədir? Hər bir şeyin ölçüsünü Allah bizə neynir? Həmən o xeyirli olanı gətirməklə və yaxud da mislini gətirməklə göstərmiş olur. Məncə bu qədər yetərlidir. Salam olsun hidayətə tabi olanlara.